Bir şəxs vardı, övladı olmurdu. Gəlmişdi bir ariflərdən biri ilə görüşmüşdü. Demişdi, övladım yoxdur, böyük arifdir. Mən oxumuşam onun haqqında, əzəmətli, dünyasını dəyişdi. O deyir, ona bir dua dedi, nə bilim, zikir dedi və s. O getdi, bir müddət keçdi, yenə də olmurdu. Övladı başqa bir ariflə görüşmüşdü. Allah bəzi vaxt kiməsə ayən edir, kiməsə ayən eləmir. Hər bir cür. O arifdən də dua istəyəndə, o gedəndən sonra həmən o ikinci arif yanındakiler demişdi ki, buna xeyri yoxdur. Allah zikir, dua da versək buna xeyir eləməyəcək. Çünki atasının nifrini var bunun üzərində. Atası nifrini eləyib. Atası bəla istəyib bunun üçün. Ona görə bax, bu zikirlər təsir eləmir. Bu deməkdə insan namazını saxlasın, orucunu saxlasın, buna işim getmir. O böyük məqamlar sizsə bunlar maniyyədir biləsiniz.